Zapis var. Sas başım normaldır. Doğrudan xoş gəlir. Neçədə vərə gedib gələrəm. Diqqət. Başlayaq bunu. Qrafon online'da. Hamı bilir ki, Samsung Galaxy S26 seriyasını fevral ayında təqdim edəcək. Bu videoda mən sizə Samsung Galaxy S26 seriyası haqqında ən sonuncu infosunları təqdim edəcəm. Bu günlər isə bax bu məlumatları sizə çatdıracağam. Apple Flip form faktorlu smartfon təqdim etməyə hazırlaşır. Apple iPhone 18 Pro-da heç bir dəyişiklik etməyəcək. Amma Samsung tam fərqli bir smartfon seriyasını təqdim edir. Samsung Galaxy S26 Ultra reklam posterlərində real görsəndi. Galaxy S26 seriyası bahalaşmayacaq. Galaxy S26 seriyası bu tarixdə 100% təqdim olunacaq. Çox maraqlı xəbərləri Qrafon sizin üçün hazırladı və sizə mən təqdim edirəm. Heç olmasa bu videonu like edin. Onsuz da Azərbaycan YouTube-unda komment yazmağı öyrənməyiblər. Yeyib-içməyə yanınızda nə isə varsa, mən başladım. Apple 26-cı ilin Nədir? Sizin internetdə bu gündədir, donmalar və kəsilmələr var. Mütləq və mütləq internet provayderinizi dəyişin. Deyəcəksiniz ki, Ayzar, bütün internet provayderləri eynidir. Start Telekom tam fərqli internet provayderidir. Siz ora zəng edən kimi özünüzə professional dost qazanırsınız. Xoş ünsiyyət, kəsilməz internet və professional texniki servis ancaq və ancaq Start Telekomdadır. Start Telekom dost kimi dost internet provayderi. Biz isə davam edək. Apple 26-cı ilin payızında özünün ilk qatlanan smartfonunu təqdim edəcək. Bundan sonra isə deyəsən Apple Flip form faktorlu smartfonu təqdim etməyi fikirləşir. İlk qatlanan iPhone Fold-un təqdimatından sonra Apple daha kompakt alternativ buraxmağı düşünəcək. Bloomberg-dən Mark Gurmanın sözlərinə görə Apple kvadrat dizaynlı, qapaqlı iPhone buraxmaq imkanlarını araşdırır. Device şərti olaraq iPhone Flip adlandırılır. Bu qeyri-rəsmi adıdır, lakin bu form faktor Samsung Galaxy Z Flip 7 və mövcud Motorola Razr modellərinin potensial rəqibi olacaq. Bu form faktor ekran ölçülərindən daha çox portatipliyə və istifadə rahatlığına diqqət yetirir. iPhone Flip-i Apple-ın ilk qatlanan iPhone-un təqdimatından sonra təqdim edəcəyi gözlənilir. Şayiələrə görə Apple-ın ilk qatlanan smartfonu Galaxy Z Flip 7-yə bənzər kitab stilində dizayna və böyük 7.8 inçlik daxili ekrana malik olmalıdır. Bu tip smartfonlar məzmunun istifadəsi oyun və çox tapşırıqlı işləməyə yönəlib. Flip versiyası isə kompakt ölçülərə və minimalizmə dəyər verən istifadəçilər üçün cəlbedici olacaq. Gurmanın sözlərinə görə Apple əvvəlcə ümumiyyətlə qatlanan iPhone-ların davamlı tələbatı yaratmağa və daha sonra klassik iPhone ilə eyni məntiqə uyğun olaraq müxtəlif forma və ölçülərlə çeşidini genişləndirməyə ümid edir. Bununla belə o, iPhone Flip-in satışa çıxarılacağına zəmanət vermədiyini vurğulayıb. Şirkət hələ də bu form faktorun perspektivləri və auditoriya marağını qiymətləndirir. Apple iPhone 18 seriyasında vizual olaraq heç bir dəyişiklik etməyəcək. Çünki Apple əsas gücü prosesorun işinə yönəldir. Insiderlər yeni modellərin iPhone 17-yə bənzər görünüşə malik olacağını bildirir. Fixed Fox Digital-a görə iPhone 18 seriyası hazırki iPhone 17 seriyasının dizaynını saxlayacaq. Hazırki smartfonların uğuru və güclü satışları Apple-ın bu il heç bir dəyişiklik etməməyə, ilin əsas yeniləməsi olacağı gözlənilən ilk 2 nanometr Apple Silicon prosesorları olan yeni A20 və A20 Pro çiplərinə diqqət yetirməyə vadar edir. iPhone 18 Pro və iPhone 8 Pro Max daha kiçik dinamik aylanda yeni C2 modeminə, sadələşdirilmiş kamera idarəetmələrinə, 24 megapiksellik frontal kamera və dəyişkən diafraqmalı təkmilləşdirilmiş arxa kamera ilə təchiz ediləcəyi gözlənilir. Daha kiçik iPhone 18 modeli 2027-ci ilin əvvəlində satışa çıxarılacağı və tanış görünüşü qoruyaraq bu təkmilləşdirmələrin əksəriyyətini təkrarlayacaq. Görünür, 2027-ci ildə həqiqətən böyük bir yeniliklər gözlənilir. iPhone-un 20 illik yubileyinə Apple bizi mütləq təcrübələndirmək istəyəcək. Samsung tam fərqli smartfon seriyasını təqdim etdi. Yeni model kameralara yönəlib. Samsung rəsmi olaraq Galaxy F70 seriyası üçün teaser kampaniyasına başladı. İlk təqdimat materiallarında kamera imkanlarına vurğu edən "Parlamağın vaxtıdır" şüarı əlavə olunub. Teaser görüntüsü kamera modulunu yaxın plandan göstərir və fotoqrafiyanın Galaxy F70 seriyasında əsas xüsusiyyəti olduğunu açıq şəkildə göstərir. Xüsusiyyətlər hələ də əlçatan deyil.
Lakin Samsung adətən F seriyasında, xüsusən də orta səviyyəli seqmentlərin qiymət və xüsusiyyətləri arasında aqressiv balans yaratmaq üçün istifadə edir. Bu device əsasən Hindistanda Flipkart vasitəsilə satılacaq. İndi isə Galaxy S26 seriyası haqqında olan məlumatların vaxtıdır. Galaxy S26 haqqında məlumatlar gəlməkdə davam edir. Görün, Galaxy S26 Ultra necə gözəldir. Heç bir dəyişiklik olmuyor. Unpacked 2026 üçün ilk böyük sızma Samsung'un flaqman modellərinin dizaynını necə yenilədiyini ortaya qoyur. Galaxy S26 Ultra üçün rəsmi marketinq materialları internetə sızıb və smartfonun özünə məxsus kobalt violet rəngində, dərin kobalt bənövşəyi rəngində premium hissi ilə göstərilir. Sızma Samsung'un ən etibarlı insiderlərindən biri olan Evan Plus tərəfindən dərc edilib. Şəkillərə əsasən şirkət radikal yenidən dizayn etmək əvəzinə incə, lakin nəzərə çarpacaq vizual dəyişiklikləri seçib. Əsas dəyişiklik 3 əsas kameranı əhatə edən yeni oval qabarıqlardadır. Kameraların vizual olaraq ayrılığı Galaxy S25 Ultra'dan fərqli olaraq onlar indi tək bir şaquli vahiddə birləşdirilib. Bu həm qoruma, həm də daha böyük sensorlardan istifadə ilə bağlı ola bilər. Smartfon kənarları biraz daha yuvarlaq olub. Tanış düymə düzülüşləri qalır və ümumi siluet tanınır. Samsung açıq şəkildə Ultra form faktorunu pozmayıb. Sızma həmçinin SP-nin mövcudluğunu təsdiqləyir. Galaxy S26 Ultra promosu daha böyük batareya üçün çıxarıla biləcəyi barədə şayələrə baxmayaraq onu stilusla birlikdə göstərir. Bu isə o deməkdir ki, Ultra seriyası 2026-cı ildə də tam qələm dəstəyi ilə malik yeganə Samsung flaqmanı olaraq qalacaq. Şayələr həmçinin Samsung'un təkmilləşdirilmiş süni intellekt xüsusiyyətlərinə, yenilənmiş kameraya və daha güclü Snapdragon 8 Elite Gen 5 prosesoruna sahib olacağını göstərir. Qiyməti təxminən 6% arta biləcəyi bildirilir. Təqdimatı fevral ayının sonunda gözləyirik. Keçən videoda Galaxy S26 seriyasında qiymət artımının olması barədə məlumat vermişdim. Bu günləri isə həmən məlumatı təkzib edirəm. Biri hələ deyir, biri belə deyir. Belə haça-paça qalmış. Ehmaniyacis etibarlı mənbələrə istinadən iddia edir ki, Samsung qiymətləri qaldırmayacaq. 1256 GB-lıq baza Samsung Galaxy S26 Ultra sələfi ilə eyni qiymətdə qalacaq. Yaddaş bazarında olan böhran səbəbindən 12/512 GB-lıq və 16 GB 1 TB-lıq versiyanın qiyməti arta bilər. Lakin konkret qiymətlər mövcud deyil. Galaxy S26-ya gəldikdə isə 256 GB-lıq versiya eyni yaddaş tutma malik Galaxy S25 ilə eyni qiymətə satılacaq. Xoş xəbər budur ki, 512 GB-lıq konfigurasiya daha ucuz olacaq. Galaxy S26 Plus da Galaxy S25 Plus ilə uyğun olaraq tövsiyə olunan pərakəndə satış qiymətinə sahib olacaq. Qiymətlərin qaldırılmamasına səbəbi Apple-ın rəqabətidir. Cupertino şirkəti üçün məhsulların qiymətini qaldırmaq planı yoxdur və ayaqda qalmaq üçün Samsung da eyni şeyi etməlidir. Əvvəllər S26 seriyasının fevral ayında təqdim olunması barəsində məlumatlar var idi. Hamı deyirdi fevral ayında, amma dəqiq tarix deyilmirdi. Bu günləri isə mən sizə həmən tarixi, yəni ki Galaxy S26 seriyasının hansı tarixdə, fevralın hansı günündə təqdim olunacağı barədə məlumatı çatdırıram. Samsung Unpacked tədbir dəvətləri Galaxy S26 seriyasının təqdimat tarixini təsdiqləyir. Görünür, Samsung növbəti Galaxy Unpacked tədbirinin tarixini tezliklə rəsmi olaraq elan etməyə hazırlaşır. Lakin daxili məlumatlar şirkəti geridə qoyur. Evan Plus tədbirin tarixinin 25 fevralda olaraq göstərildiyi Galaxy Unpacked 2027 dəvətnamələrinin şəklini paylaşıb. Posterdə məkan göstərilmir. Samsung'un tədbirdə bir neçə əsas yeni məhsulu təqdim etməsi gözlənilir. Galaxy S26, S26 Plus və S26 Ultra smartfonlarla yanaşı şirkət aksesuar ekosistemini genişləndirərək Galaxy Buds 4 seriyalı simsiz qulaqcıqları da təqdim edəcəyi barədə şayələr gəzir. Əvvəllər mənbələr fevral ayının sonunu Unpacked tarixi kimi təklif etmişdilər və satışların martın əvvəlində gözlənilirdi. Samsung bu yaxınlarda Galaxy S26 seriyasının əsas xüsusiyyətlərindən birini də təsdiqlədi. Daxili məxfilik ekranı. Aktiv sızmalara əsasən rəsmi təqdimat yaxın günlərdə baş tutacaq. Fevral ayının 26-sında Galaxy Unpacked-dən canlı yayımımız olacaq. Bu təqdimatı qaçırmaq istəmirsinizsə, əlbəttə ki, kanala abunə olun və mütləq xəbərdarlıqları aktiv edin. Bugünlük bu qədər. Düşünürəm ki, maraqlı video oldu. Maraqlı xəbərləri sizə təqdim etdim. Sizdən nə qalır? Bu videonu like etmək, komment yazmaq və əlbəttə ki, kanala abunə olub bu videonu paylaşmaq. Onsuz da Azərbaycan YouTube-unda komment yazmağı hələ öyrənməyiblər. Hətta like etməyi belə öyrənməyiblər. Bilmirsən ki, bu video necə alınıb, yaxşıdır, yoxsa pis. Ümumiyyətlə, nə like edirsiniz, nə komment yazırsınız. Əşi, bunu deməkdən mən onsuz da yorulmuşam. Hələlik isə hələlik. Grafon eğlendirir. Grafon abonenizi gözləyir.
hediyeler. Abone oldun Ella. Comment yazdın süper. Grafon koşup